Səudiyyə Ərəbistanı Yəmənin Ənsar Allah üsyançı hərəkatının yaxın şərqdəki hərbi qarşıdurmaya cəlb olunmasının qarşısını almaq üçün səylər göstərir. The Wall Street Journal'ın məlumatına görə Səudiyyə Ərəbistanı rəhbərliyinin nümayəndələri Husilərin hərbi əməliyyatlarda iştirakını neytrallaşdırmaq məqsədi ilə diplomatik mexanizmləri işə salırlar. Xatırladaq ki, Husilərin siyasi bürosunun nümayəndəsi Məhəmməd Əl-Buxeyti martın 14-də bildirib ki, hərəkat Tehranla tam koordinasiya saxlayır və İrana hərbi dəstək göstərilməsi barədə qərar münasib məqamda açıqlanacaq. Bu arada Böyük Britaniyaya məxsus HMS Anson nüvə sualtı qayığı Ərəb dənizinin şimal hissəsində yerləşdirilib. Bu barədə The Mail on Sunday qəzeti hərbi mənbələrə istinadən məlumat yayıb. Sualtı qayıq martın 6-sında Avstraliyanın Perth şəhərindən yola düşüb. O, fevral ayında ABŞ və Avstraliyanın iştirakı ilə yaradılan AUKUS tərəfdaşlığı çərçivəsində həmin limana gəlib. Qeyd olunur ki, zərurət yaranacağı halda sualtı qayıq ABŞ-nin İrana qarşı mümkün hərbi əməliyyatlarında istifadə oluna bilər.